Bugün sizlər üçün necə gözəl qoğal hazırlamışam, onu təqdim edirəm. Belə xırçıltılı, dadlı qoğal hazırlamaq istəyirsinizsə, videomu sona qədər izləyin. İndi sizə bir sual verim. Şor qoğalının həqiqi xırçıltısı nədən irəli gəlir? Unun növündən, ya yağdan, yoxsa elə bir detal var ki, çox adam onu tam dəqiq bilmir və diqqətindən qaçırır. Ən çox şikayət nədir qoğaldan bilirsiniz mənə? Şor qoğalı bişiririk, amma o gözlədiyimiz xırt-xırt səs gəlmir. Bəzən də xəmir açanda deyirik ki, niyə bu xəmir mənimlə dil tapmır? Bugün sizə şor qoğalının elə bir balaca sirlərini deyəcəm ki, bəlkə də çoxunuz həqiqətən də bunu bilmirsiniz. Qızlar tez-tez sual verir. Şor qoğalı bişirəndə üzəri partlayır, içi xəmir qalır. Onun səbəbi nədir? Siz də şor qoğalı bişirəndə əsəbləşirsinizsə, videonu sona qədər izləyin, kanalıma abunə olun. Gəlin bütün sirləri bugün sizə açacağam bu qoğaldakı. Nəyi necə etsəniz, qoğalınızın üzəri partlamayacaq, içi xamur qalmayacaq və üzəri də xırçıltılı olacaq. Bir qab götürürəm, qəşəngcənə qabın içinə bütün ərzaqları yavaş-yavaş əlavə edirəm. Dəqiq resept üçün açıqlama qismində hamısını dəqiqliklə çalışdığım qədər sizlər üçün paylaşıram ki, nəsə qaranlıq məqam qalanda da mənə açıqlama qismində sual verə bilərsiniz. Mən kommentlərdə sizə cavab verəcəm inşallah. Deməli, burada bir qabı götürürəm, içərisinə unu əlavə edirəm və sıvı məhsulları hamısını bir-bir tökürəm, başlayıram xəmirimi yoğurmağa. Burada püf nöqtələri nədir qoğalın xəmirini yoğuranda? Qəşəngcənə xəmiri yoğurmalısınız. İlk öncə onu deyim sizə qızlar. Çünki biz qoğalın içinə xama vurduq. Çalışın ki 20-25% xama olsun. Yəni yağlılığı çox olan xamadan istifadə edin və mən gördünüz ki sirkəni 3 xörək qaşığı əlavə etdim. Xırçıltı üçün bu mütləqdir qızlar. Və yumurtanın ikisini sarısını əlavə etdim, birini bitov əlavə etdim. Yumurtanın ağı xamura qızlar xırçıltılı o səsin gəlməsində kömək çox edir. Mütləq şəkildədir ki, xırçıltılı istəyirsinizsə yumurtanın birinin ağından istifadə edin. 1 kiloqram un üçün. Qəşəng çalıram bütün sıvı məhsulları bir qabın içində. Mikser köməyindən istifadə etməsəniz də olar. Qaşıqla qəşəng qarışdırırsınız və əlavə edirsiniz unun üzərinə. Burada başlayıram xəmiri yoğurmağa. Yoğurarkən də diqqət elədiyim məqam odur ki, yoğurma sürəcini ən azı 10 dəqiqə yoğurmalısınız xəmiri. Bütün ərzaqlar bir-birinə qəşəng keçsin və xəmiri açdığınız zaman əziyyət çəkməyəsiniz. Bəzən sual verirsiniz ki, xəmirim vurmuşam, amma xəmir açılmır. Bu xəmirin düzgün yoğrulmamaq qaydasındadır. Keçən dəfə demişəm ki, xəmir vururam. Normalda mətbəxlərdə deyilən sözdür. Mənə onu sual veriblər ki, vurmaq nədir? Yazmışam ki, ay xanım, məcazi mənadadır. İndi deyirəm ki, xəmiri yoğururam. Yəni onu da problem eləyirsiniz. Nəysə, gəlirəm, keçirəm, xəmiri yoğurdum, qoyuram dinlənməyə. Dinlənərkən gəlirəm, keçirəm içliyi hazırlamağa. İçliyi üçün götürürəm 500 qram un və üzərinə əlavə edirəm raziyana, cirə və sarı kökü qoyuram kənara. Yağı umac eləyirəm. Bu şor qoğalının içliyidir. Bütün dəqiq ingredientləri zaten yerləşdirəcəm YouTube kanalımın açıqlama qismində bayaqda dediyim kimi. Sonra şirin içliyə keçirəm. Şirin içliyə də un, yağ, pesok, mən cirə və raziyana da qatmışam. Siz qatmaya bilərsiniz. Zövqə asılıdır bu. Bunu da qəşəng umac eləyirəm və hər ikisini odun üzərində qovurmağa başlayıram. Yəni azca 10 dəqiqə falan civarında qovurun ki, içliyiniz qoğalınızı etdiyiniz zaman, yəni 10 gündə xaladenikdə qalsa, qızdırıb yediyiniz zaman bu içərisi yəni boyatlanmır, xarab olmur. Bu mütləqdir və içində xamur olmağının başlıca səbəblərindən biri şirin qoğalda budur ki, yəni qoğalınız xamur kimi çıxır. Yəni qovurmamağınızdır. Qovursanız çox da qovurmamalısınız, çünki içində pesok olduğu üçün əriyəcək. Qəşəng burada umac halına gətiririk və əlimizdə sıxırıq. Görürsüz, bu görüntü olduğu zaman deməli alınmış olub. Keçirik burada qoğalın yağını əritməyə. 1 kiloqram yağdan istifadə edirəm. Siz də 1 kiloqram yağdan istifadə edin. Çünki mənim verdiyim reseptlə 1 kiloqram yağ qoğalın bir porsuna yəni gedir.
Və burada anamdan kömək alıram. Anam mənə kömək edir. Qəşəngcə xəmiri məcmənin üzərinə qoyuruq, taxtanın üzərinə qoyuruq. Taxtanın üzərinə qoyuruq. Anam orada xəmirləri kəsmiş olur. Mən də burada keçirəm. Stolun üstünü qəşəng silirəm. Tərtəmiz sizlərə təqdim edirəm. Bəzi xanımlar məni əsəbləşdirir. Xahiş edirəm. Yəni mənim təmizliyimdə düşürsüz, kommentlərdə sözlər yazırsınız. Bəzən bu xətrimə dəyir, bəzən də dəymir. Allah canınızı sağ eləsin. Nəsə keçək burada üzəri üçün o püf nöqtəni sizlərə verim. Deməli mən üzəri üçün o rənginin gözəl olmağı üçün, gözəl cəlbedici görünmək üçün yumurtanı sındırıram bir süzgəcin içinə və üzərinə limon rəngi, apelsin rəngi, azca sarı kök və 2 xörək qaşığı duru yağ əlavə edirəm. Burada nəyə görə bunu eləyirəm? Görürsünüz ki, ağ içində yumurtanın ağları qalır. Süzgəcdən tamı tapına keçirdirəm. Pürüzsüz bir şəkildə qəşəng qarışdırıram. Bunu da qoyuram kənara. İçliklərin yanına hazırladığım. Qəşəng stolun üzərinə duru yağı çəkirəm. Duru yağı ona görə çəkirəm ki, qızlar, rulonları yığdığımız zaman xəmir masanın üzərinə yapışmasın. Anam burada açır. Nazik, sap nazikliyində deyim ki, sizə mükəmməl şəkildə qoğalın xamurunu anam açır. Burada da sizlərə zaten göstərirəm. Yəni əlimin rəngi belə görünür. Tel nazikliyindədir. Həqiqətən də qəşəng xəmirdir. Çox gözəl xəmirin elastikliyi var. Sizlərə hər birini az-az da olsa çəkmişəm ki, təqdim etmək üçün. Burada yorğan kimi yayıldığını göstərirəm sizlərə və hər qatına yağı qəşəngcə vurursunuz ki, qoğalın o xırçıltısının əsl səbəbi, kərə yağının qoxusunun əsl səbəbi, baxın qızlar bundadır. Qəşəngcə yağı vurursunuz və xəmir qalmağının səbəbini sizə deyim ki, qızlar xəmir bilirsiniz nə üçün qalmır? Qoğalın bütün prosesində xəmiri yoğurduğunuz zaman mütləq şəkildə mayalanmağa qoymalısınız. Dilimləri də, baxın rulonları kəsirəm. Hətta rulonları kəsəndə belə mən qoyuram ki, qoğal mayalansın. Mayalanma qoğalın olmazsa olmaz prosedurlarından biridir. Yəni mayalanmağa qoymasanız sizin qoğalınız xamur olacaq. Sonra mənə kommentlərdə yazırsınız ki, niyə bizim qoğalımız xamur qalır? Yəni başlıca səbəblərindən biri məhz budur. Burada rulonları bərk-bərk sıxıram ki və qıraqlarından 2 barmağımın köməyi ilə sıxdığım zaman basıram ki, o çıxıntı çıxmasın. Və burada gördünüz ki, qoydum rulonları, xamur mayalandı və qıraq hissəsindən içinə basıram ki, xəmiri. Nəyə görə bunu eləyirəm? Gözəllərim. Ona görə eləyirəm ki, çıxıntı çıxmasın və pis görünüş alınmasın. İç hissəsini doldururam qəşəng içliyindən, şirin və şor qoğalının içliyindən doldururam. Mən 3 çay qaşığı da qoyuram, 2 çay qaşığı da qoyuram. Baxır o zövqə, kim necə istəyirsə 2 çay qaşığından da istifadə edə bilərsiniz. Qəşəngcə sıxıram və burada dediyim kimi çox basmıram. Qoğalın o üzərinin rulon xırçıltılı görüntüsü eləməz sizin bu prosedurunuzdadır ki, əsas səbəb ki, çox basmamalısınız. Burada 180 dərəcədə qızdırdığım sobada bişirirəm. Nəticə göz önündədir. Fikirlərinizi gözləyirəm. Suallarınızda hamısını oxumağa çalışıram və hər birinizə tək-tək cavab verməyə çalışıram. Sağ olun, Allaha əmanət olun. Gələn vloqlarda görüşənədək.